Pensiyaları artdı, amma hamı üçün yox. Gəlin baxaq, görək niyə bəzi təqaüdçülər kənarda qaldı. Son artımlar təqaüdçülər arasında belə demək olarsa bir fərq yaratdı. Baxın, əmək pensiyası alanlar 9,2% artım gördü. Amma müavinət alanlar 0%. Yaxşı, bəs bu artımı almayanlar kimlərdir və ən əsası niyə almayıblar? Gəlin məsələnin ciddiliyini anlamaq üçün rəqəmlərə baxaq. Söhbət 65 yaşdan yuxarı 166.700-dən çox vətəndaşımızdan gedir. Onların aldığı aylıq müavinət cəmi 220 manatdır və bu məbləğ dəyişməyib. Bu məbləğ təqaüdçülər üçün təyin edilən 260 manatlıq yaşayış minimumundan belə azdır. Yaxşı, bəs rəsmi izah nədir? Bu fərq hardan yaranıb? Məsələ pensiya indeksasiyası deyilən bir şeydədir. Bu artım qaydası yalnız əmək pensiyalarına aiddir. Deputat Vüqar Bayramov deyir ki, müavinətlərin artırılması üçün təkliflər artıq təqdim olunub. Amma yekun qərarın ölkənin maliyyə imkanlarından asılı olduğunu da vurğulayır. Bəs bu müavinəti alanlar əslində kimlərdir? İqtisadçı məsələyə daha geniş baxır. Bunlar əsasən əmək pensiyası almaq üçün kifayət qədər iş stajı olmayan vətəndaşlardır. İqtisadçı Ruslan Atakişiyev bu qrup üçün başqa dəstək mexanizmlərinin də olduğunu deyir. Amma o da razılaşır ki, real bazar qiymətləri ilə 220 manat çox azdır. Beləliklə, bu 166.700 nəfəri nə gözləyir? Gəlin gələcəyə baxaq. Deməli, təkliflər verilib, indi isə baxılır. Qərar isə birbaşa büdcədən asılı olacaq. Yəni qısası dərhal olmasa da gələcək üçün artım gözlənilir. Amma əsas sual qalır. Gələcək artımlar onların real ehtiyaclarını ödəyə biləcəkmi?